Nəcəfin Kufa şəhərində bir çox ziyarətlər vardır. Həzrəti İmam Əli əleyhissalamın evi, fəzilətlərlə dolu Kufa məscidi, Həzrəti İmam Əli əleyhissalamın zərbətləndiyi mehrab, Meysəm-i Təmmarın qəbri, İmam Hüseynin intiqamını alan Muxtar Səqəfinin, Müslüm İbni Əqilin və Haninin qəbirləri var. Birinci ziyarətimiz bu gördüyünüz könül oxşayan mənzərə Həzrəti Əli əleyhissalamın Kufədə yaşadığı evidir. Bu ev bugünkü İraqın Nəcəf vilayətində, Kufa şəhərində ziyarət üçün açıq saxlanılır. Darul İmam Əli deyərlər. Əli əleyhissalamın evi. Bugün İmam Əli əleyhissalamın evi ziyarətgahdır. Ziyarətçilər burada dua edir, o evin torpağında səzdəyə gedirlər. Çünki bu ev dünya malına göz dikməyən, Allahdan başqa heç kimə baş əyməyən bir insanın evidir. İmamın evində səssiz bir nur var. Düşünəndə ki, bu evdə Əli əleyhissalamın ayaqlarının izi var və övladları İmam Həsən, İmam Hüseyn, xanım Zeynəbin ayaq izləri var. Və düşünəndə ki, Həzrəti Əli əleyhissalam bu evdə şəhadətə yetişib, qəlblər titrəyir. Çünki bu evin sakini insanlığın rəmzidir. Əli ibn Əbi Talib. Bu evdə İmam Əli əleyhissalam həyat yoldaşı Ümmülbənin, övladları İmam Həsən, İmam Hüseyn, Həzrəti Əbəlfəz, xanım Zeynəb, Ümmü Gülsüm və digər ailə üzvləri ilə birlikdə yaşayırdı.